biz 2 saat buradayıq, 2 saat ərzində. Təlimi ödənişsiz eləmə səbəblərindən biri odur ki, bu restoran həmişə mənə bir jest edir. Çox minimal bir məbləğlə mən bu zalı bağlatdıra bilirəm. Qarşılığında mənə deyirlər ki, gələn müştərilər nəsə sifariş eləsin ki, biz də işləyək. Ona görə hər kəs qabağına nəsə bir sifariş, bir çay, bir kofe, bir yemək də olar, problem yoxdur. Yemək yeyənlər üçün işin çətin olur. Mən yeməklə onun arasına girməliyəm ki, sən tutsan bir dənə mənə qulaq asın. Amma hər şey sifariş edə bilərsin, problem yoxdur. Qardaşım, bir dənə mənə bura çay verərsən də, yaxşı. Bu stola bir dənə çay ver, mən də içəcəm orada. Yeməyin yerini istədim. Bəli. Yeməyin yerini istədim, amma. Nə bir belə gəlir də, siz üçsünüz. Görsən tutdu da, aklım tutdu. Əla. Okey, bu günlərin mövzumuz nədir? Bu gün mövzumuz enerjimizi necə artıraq ki, qazancımız 4 dəfə artsın. Bu gün mən sizə öz real case-lərimdən danışacağım, öz real hekayəmdən danışacağım. Özümdən danışacağım əslində, rəqəmlərdən biraz arada bəlkə sırada danışaram. Əsas olaraq enerjini necə artırmaq lazımdır danışacağım. Bax, həyatda 3 problem var. Maddiyyat, sağlamlıq və münasibətlər. Münasibətlərdə problem yaşayanlar əlində alırsın. Səmimi də yoxdur. Biri mən, boşanmış olaraq. Süper. Okey, sağlamlıqda problemi olanlar əlində alırsın. Pulda problemi olanlar əlində alırsın. Pulla bağlı probleminiz yoxdur, sən baxamısın. Ay maşallah, 100 manat göndərərsən. Kimin pulla bağlı problemi yoxdur, mən kartma pul atsın. İndi zəifliyik, okey. Bir dənə qaldı, əsas puldur. Deməli, mövzu belə. Əslində, hamı belə təlimə pula görə gəlir. Hamı bu təlimə pula görə gəlir, belə təlimə. Çünki təlimin özü pulsuzdur. Pul vermirlər ki, gələk lazım. Tamam. Və mən deyərdim ki, suicide təşvik elmlərdəndir ki, insanın doğum tarixinə görə onun harada enerji itirdiyini, niyə görə qazana bilmədiyini, niyə görə arzuların reallaşmadığını açır. Münasibət tərəfi isə çox rahatdır. Yəni, bir insanı obyektiv şəkildə doğum tarixinə baxaraq başa düşməyi öyrənsəz, bu zaman münasibətdə olan bütün problemlərimiz həll olacaq. Maddiyyat tərəfi biraz daha çətindir. Çünki maddiyyatda biz şuuru dəyişməliyik və şuuru dəyişəndən sonra maddiyyatda bəzi şeylər düzəlir. Amma şuuru dəyişmək çətindir. Yəni, biz hamımız elə bilirik ki, biz düzük, qabağımızdakı səhvdir. Doğru mu? Var mı aramızdakı insanları kimsə həyatınızda nəsə edib, o adamı bağışlamırsınız. Səmimi. Həyatınızda nəsə ediblər, qardaşlarım qaldırdı. Ne ediblər qardaşım sənə? Nə baş verir? Pul atıblar. Kimə pul atırlar, bağışlamır. Kimə pul atırlar? Bax, indi sizə bir şey deyəcəm, bundan sonra adamı bağışlayacaqsınız. Mən bu atıblar da keçib gedim. Əla. Siz 60 min etmişsiniz səfərlərimizə. 51 bağışlamısan. Yox, 50 də bir. 50 min bir, 70 min bir, 120 min pul itirir. Yox, mənim xoşluğuma gələndən sonra bağışlayıb, ona qədər bağışlamırdı. 10 dənə görüşəndən sonra başa düşür, gəl bağışlamalıyam. Deməli, bir də əlləri görürüm kimə pul atıblar. Kimə pul atıblar və o adamı bağışlamırıq da belə. Gözümüz görür, və anladıblar sizdən, pul alırlar, necəsə. Zəhləmiz gedir, gözümüz görmək istəmir o adam. Pisli yazır. Deyirəm, sən pul atmayıblar, deyir, yox, deyirəm, necə bilirəm, bilmə hələ ümidliyəm. Hətta qacandı. Kim borc verib ala bilmir? Hayır, o bilmir misiniz? O getdi. Borc verib salar mısınız? Borc verənlər, neçə vaxtdır gözləyirsiniz ki, borcunuz qayıtsın? 2 il, 3 il. Sizdə də var borc. Siz borc verirsiniz, çox ağırlamışsınız. Süper. Kimdə 6 aydan çoxdursa borc, bir dənə soyuq su deyin, o pulun üstündən için. O qayıtmayacaq. O qayıtmayacaq. Nə qədər borc verirsiniz? Qardaşınız nə qədər verirsiniz? Qardaşa borc verərlər. Mən qardaşa... Doğum günü neçədir qardaşım? Qardaş. Gün. 2? 20'si. Əla. Kaçacak? Yox.
Necə yəni? Bəs onun 2 borclu qalan deyil. Ona da pul verirsiniz, o da qayıtmayacaq. Neçə vaxt gözləyirsiniz? Bu iş borçlarına. Qayıtmayacaq. Qəbul edəcək. Bəli. Heç bir rəqəmdə pul qayıtmayacaq. Qardaşınıza nə qədər pul verir? Niyə? 2000. 2000. Canı sağ olsun. Bir iki də verir. Yanda, gözlüyoruz. Olsun olsun ki, sakin. Koy biraz danışsınlar. Ben bana agresyon yapacağım. Neye bağışlayamıyorsan kardeşim sen? Neyin ne kadar kulak? Ne kadar? Ne kadar eşit? Çok haklılar. Çok adam var onda. Bir neçə nəfər. Sən də onun tarihin neçəsidir? 16. Əla. Əla. İndi ilk olaraq birinci qayda. Bu pulların qayıtmağını istəyiriksə, bu adama zəng edilirsən ki, mənim səndə pulum var ha. Elə bil ki, yoxdur. Eləyə bilərik. O qədər adama demişim ki. Eləyə bilərsən. Qardaşına zəng edilsən ki, bax 2000 pulum səndədir, yoxdur, narahat olma. Buna görə heç narahat olma. Demişəm. Ona görə də narahat deyil. Amma sən niyə gözləyirsən demişsənsin? Yəni ki, narahat olma da verərsən. Yo, sayılmır. Deyirsən, narahat olma, verməyəcəksən. Yo, elə deməm ki, var. Da, altı üçün pul hər şeydən önəmlidir də, yəni mən də altıyam bilirəm. Pulsuz danışmıram, necə sorulur, indi süd sayı gələndən sonra cömərd olmuşam, hər şeyi pulsuz verirəm. Cəmaat pulsuz təlimdən sonra dəyişir, elə bir seans keçirik. İlk qayda, borcunuz olan adam, sizə borcu olan adam, əgər 6 ayda vermirsə, verə bilmirsə, bunun səbəbi günahkarı sizsiniz. Niyə? Çünki siz o pulu gözləyirsiniz. O pulu gözlədiyiniz üçün adam sizə o pulu qaytara bilmir. Sizin gözləntiniz, sizin fikirləriniz, o adamın bütün işlərini dağıdır ki, o pul sizə gəlməsin. Həyat bizə verilib ki, yaza bilərsiniz, amma bu qızıl sözlər. Həyat bizə verilib ki, bizim gözləntilərimizi, illüziyalarımızı və inanclarımızı dağıtsın. Nəyi gözləyiriksə o şey olmayacaq. Nəyi gözləyirsinizsə o şey olmayacaq. İndiyəcən gözlədiyiniz heç nə olmuyor. O aşırı gözləyib, dənzən gəlsəydi işə girərdim. Zəng gəlmir orada. Oğlanı gözləyirsən, bütün gün statusuna baxsan ki, bir dənə yazsaydı yaxşı olaydı, yazmır adam sənə. Sənin gözləntin hər şeyi dağıdır. Demək ki, birinci növbədə o pulun üstündən bir soyuq su için. Belə baxdığımız zaman, o pulu verməkdə günah kimdədir? Girib evinizdən oğurluq eləmirlər ki. Özünüz öz istəyinizdən çıxardıb pul verirsiniz. Doğru mu? Sənin dostların olub, 100% o adamlar, qardaş dediğin uşaqlar olub, səninkilər olub və zərbəni də özünkilərdən yemirsən. Əla. Həyat bu şeylə səndə iki şeyi dağıtdı. Adı necə oldu? Murad. Murad adı 6 adıdır, Qurra. Sən olduğun yerlərdə, restoranda müştəri artar, alver gedər. Murad adı Qurra. Deməli, iki şey dağıldı illüzyon, əgər analiz edəcək olsa. Bir, heç kim sənin deyil. Ən yaxınlarından zərbə gördü. Çünki şuur say 7-lər özünkiləşdirir həmişə. 1-də və 7-də dostlarım var, dostlarım. Ayın 1-i, 10-u, 19-u, 28-i doğulmuş insanlar, ayın 7-si, 16-sı, 25-i tarixində doğulmuş bütün insanlarda mənimkilər deyilən bir anlayış var. Və həmişə zərbə mənimkilərdən gəlir. Birinci illüziya, həyatda heç kim sənin deyil. O adam pis deyil, sadəcə sənin illüziyan dağıldı. Həyat sənə, o adam sənə yaxşılıq elədi, inancığı dağıldı. İkinci illüziya nə idi? Pulu verirsən, gözdən çıxara bilmədiyin bir məbləği verirsən və gözləntiləsən ki, düzələcək, gələcək. Sənin gözləntin yüksək bir fokusdur, o adama yönəlir və o adamın o balaca enerjisi var, sənə çata biləcək. Gəlib sənə çatmır. Nə vaxt ki, qəbul etsən, əşi bundan bir şey olmayacaq. Gedib başqa bir işlə məşğul olursan, ya sənə hardansa bir o qədər pul gəlir, ya da bu adam niyəsə görə verməyə başlayır.
ya da bu adamla münasibəti yaxşı saxlamısan deyə bu adam vasitəsilə sən haralarasa çıxırsan. Amma bizim aramıza münasibətlərə pul girdisə, avtomatik olaraq bu adamla münasibəti kəsirik, üzünə də baxmırıq. Misal çəkimiz. Qardaşla münasibəti kəsmək, heç kimdən münasibəti kəsmək olmaz. Bayaq hamı əlini qaldırmışdı, kimdənsə münasibəti kəsmiş. Nəyə görə olmaz? Toksik insan necə anlayırsınız? Toksik insan kimdir? Toksik insan enerji çəkən adam. Necə olur sizin enerjinizi çəkirlər? Mən izah edeyim də. Negativ söhbətlərlə. Misal üçün. Uğursuz sözlərlə. Məsələn, geyinib çıxan olur. 4 otaq yoldaşım. 4, 8, transformasiyada normaldır. İnsan çox negativdir. İndi şunu say 4'lər əlində alırsın bir dənə. Ayın 4'ü, 13'ü, 22'si tarixində dünyaya gələn və missiya 4'lər də əlində alırsın. Yəni missiyayı hesablamağı öyrətməmişəm sizə, siz missiya görürsünüz, siz gəlin bir adım. Əla. Bu adamlar, Səma xanım, bax o əlləri qaldıran adamlar. Bir dənə əlinizi qaldırın. Bu adamların yapısı 7, 4. Yapısı zəiflikləri görüb onu vurmaqdır. Səni daha yaxşı eləmək üçün. Bu, o adamın negativ olduğu anlamına gəlmir. Bax, demək olur, əgərləri gəlib səni ki, ay Allah, sən bu günləri belə bir şalvarın cığılıb yaraşmırsan, bu səni dəyişməz. Bu səni dəyişməz. Bizim müəllimimiz var, Cənab Qajancarov. Burada göstərmişəm məncə. Bizim müəllimimiz var, Cənab Qajancarov. Hamı söhbət edir.